Salam, hər birinizi xoş gördük. Atletika idman növündə aşağı startdan başlayan zaman verilən komandalar zamanı şagirdin fəaliyyəti haqqında məlumat verəcəm və aşağı startdan başlayan zamanda verilən komandalar 3-dür. Start, diqqət, marş. Və aşağı startdan başlayan zaman qaçış qəblərindən istifadə edilir. Qaçış qəbləri isə 3 variantda quraşdırılır. Adi, yaxınlaşdırılmış və uzaqlaşdırılmış. Start vəziyyətində şagirdin vəziyyəti nəzər yetirək. Start vəziyyətində şagirdin vəziyyəti əllər start xəttinin arxasında çiyin enində bir qədər aralı olmaqla dayağa qoyulacaqdır. Sonra hər iki ayağın pəncəsi qəblərə yerlə pəncənin uç hissəsi ilə təmasda olacaqdır. Arxaya qoyulan ayağın dizi yerə toxunacaqdır. Baş kürək səviyyəsində eyni vəziyyətdə olacaqdır. Sonra baxışlar isə qaçış yoluna istiqamətlənəcəkdir. Bədənin ağırlığı dayaq nöqtələrinə bölüşdürülür. Dayaq nöqtələri dedikdə burada əllər, sonra öndəki pəncənin uç hissəsinə, arxadakı ayağın isə dizi üzərinə bərabər bölüşdürüləcəkdir. Start vəziyyətində şagirdin vəziyyəti bu formada olacaqdır. Və şagird start xəttinə əlin qoyduqda bu formada start xəttinə arxasında əlini qoyacaqdır. Sonra diqqət komandası. Diqqət komandasında şagirdin fəaliyyəti bu formada olacaqdır və diqqət komandasında hər iki ayaq qəblərə təzyiq edəcəkdir. Baxdıqda hər iki ayaq qəblərə təzyiq edir. Sonra çiyinlər qollardan azacıq qabağa keçəcəkdir. Çanaq çiyin səviyyəsindən bir qədər hündürdə olacaqdır. Çanaq çiyin səviyyəsindən bir qədər hündürdə olacaqdır. Gövdə isə maili irəliyə əyilmiş vəziyyətdədir. Sonra baldırlar bir-birinə paralel vəziyyətdədir. İrəlidəki qəbdə yerləşən qıçın dizi oynaqdan təxminən 90 dərəcəlik bucaq olacaqdır. Arxadakı ayaq isə 120 dərəcə bucaq əmələ götürəcəkdir. Növbəti isə pəncənin ucu və əllər qaçış yoluna toxunacaqdır. Marş komandasında şagirdin fəaliyyəti. Marş komandasında şagirdin fəaliyyəti isə bu formada olacaqdır. Burada da baxdıqda hər iki ayağı qəblərə təkan verir. Oynaqlar düzələcəkdir. Əllər eyni vaxtda qaçış yolundan götürülür, bədən düzəlir. Qollar kəskin holaylandırma hərəkətini icra edəcəkdir. Sonra isə arxadakı ayağın ani gücü ilə icra edilir. İrəlidəki ayaq daha güclü, davamlı təkanla gövdəni irəliyə itələyəcəkdir. Çünki öndəki ayaq daha çox qəblərə təzyiq edir. Arxadakı ayaq isə qaçış yoluna birinci toxunacaqdır. Növbəti isə arxadakı ayaq təkanından sonra sürətlə qaçış səthinə mümkün qədər yaxından irəliyə aparmaqla tez ayağa qoyulacaqdır. Təkan ayağın bütün oynaqlardan tam düzəlməsi, qolların isə kəskin holaylandırma hərəkəti icra olunacaqdır. Sonra isə burada mən sizə videonu da göstərim. Orada da ətraflı baxarım. Burada da videoya baxdıqda ilk öncə qaçışa başlamamışdan isindirici hərəkətlər eləyəcək idmançı. Biraz irəli çəkim. Qaçış qəblərinə yaxınlaşacaq idmançı burada. Dedik ki, qaçış qəbləri 3 variantda quraşdırılır. Adi, yaxınlaşdırılmış və uzaqlaşdırılmış. Marş komandasında da güclü təzyiq edir qəblərə öndəki ayaq. Burada ilk öncə baxdıqda idmançı aşağı startdan durur və start xəttinin arxasında əllər qoyulacaqdır. Bu start vəziyyətindədir. Start vəziyyəti budur. Burada isə diqqət komandası deyil. Diqqət komandası dedikdə də daha doğrusu idmançının bir ayağı, öndəki ayağı 90 dərəcə, arxadakı ayağı isə 120 dərəcə bucaq altında açılacaqdır. Marş komandası dedikdə isə idmançı qaçışa başlayacaqdır.